Bugün dünyanın müzakirə etdiyi kvant fizikasının sənətə təsiri varmı sualına cavab axtaracağıq. Einstein deyirdi ki, riyaziyyat dəqiq olduqda gerçəkliyi ifadə edə bilməz. Gerçəkliyi ifadə edən riyaziyyat isə dəqiq deyildir. 1920-ci ildə müzakirəsi başlayan kvant fizikası gerçəklik anlayışına ənənəvi yanaşmaları dəyişdi. İşığın həm dalğalar, həm zərrəciklər şəklində mövcud ola bilməsi gördüklərimizin gördüyümüz kimi olmadığı düşüncəsini yaratdı. İşıq zərrəciklər kimi yayıldıqda Schrödingerin pişiyi ölür, dalğalar şəklində hərəkət etdikdə isə sağ qalırdı. Kvant fizikası da bu demək idi. Pişiyin eyni zamanda həm ölü, həm diri olması. Bu da o demək idi ki, dünyada %100 heç bir şey doğru və yalan, xeyir və şər, yaxud ağ və qara deyildir. Bu vaxta qədər insan özünü aldadırmış. Metafizikanın özü də bilmədiyimiz fizika qanunlarının təzahür formasıymış. Allah məni yarı öldür, yarı saxla ağlamağa yazan şairimiz Vaqif Səmədoğlunun istəyi nə qədər mücərrəd görünsə də kvant fizikasının qanunlarına görə mümkün imiş. Çünki kvant fizikasının təcrübələri mücərrədliyi gerçəkliyin bir növü kimi görən şərq mistisizmini yenidən elmin və sənətin gündəminə gətirmişdi. Amerikalı fizik John Wheeler deyirdi, insanda belə bir hiss yaranır ki, şərq mütəfəkkirləri hər şeyi bilirmiş. Onların cavablarını dilimizə çevirə bilsəydik, bütün suallarımıza cavab vermiş olardı. Kvant fizikası sənət əsərinin mistik cazibəsini onun aurasına bağlayan Walter Benjamin'in fikrini də doğrulamışdı. Benjamin yazırdı ki, sənət əsərinin ətrafında onu əhatə edən və onu tamaşaçılar üçün əlçatmaz edən görünməz bir güc dairəsi, aurası var. Yəni bir əsəri dəyərli edən şey onun sözlə ifadə oluna bilən özü deyil. Heç bir ifadəsi mümkün olmayan aurasıdır.